Əziz dostlar, bu barədə diqqətlə fikirləşib və düşünək. Sizcə şəhadət təsadüfidir? Yəni hər kəs şəhid ola bilər? Xeyr. Şəhadət bir ömür yaşayışın, bir ömür Allah üçün yaşamağın müjdəsi və Allahın tərəfindən verilən bəşarətidir. Allah Taala hər kəsi şəhid eləməz. Hamımız bir gün ölərik. Hamımız dünyadan köçərik. Amma xoş olsun o insanın halına ki, o Allah üçün yaşayır və Allah üçün dünyadan köçür. Şəhadət budur. Baxın, Ayətullah Seyyid Əli Xamneyi öz şəhadəti ilə insanları diriltdi, vəhdət yaratdı, İslamı yaşatdı. Necə ki, cəddi İmam Hüseyn əleyhissalam Kərbəlada bu işi gördü, batilin qabağında dayandı, ağa da belə. Batilin qabağında dayandı, öz canını qurban verdi, amma sübut etdi insanlara ki, haqq haqqdır, batil batildir. Və bugün biz dünyada görürük ki, rəhbərin bu şüarı ki, İmam Hüseyn əleyhissalamın şüarı idi, mənim kimiləri Yezid kimilərlə beyət eləməz, insanların məhəbbətinə səbəb olur. Allah Taala bizləri bu cür yaşamaqda müvəffəq eləsin.